Əlbəttə, Qarabağ problemi çox ciddi bir problemdir. İndi çoxu bu Qarabağın probleminin yaranmasını 88-ci ildən başladığını düşünür. Əslində elə deyil, o çoxdan gündəmdə olan bir problemdir. Zaman-zaman gündəmə gəlib, sonra soyubdur, gəlib soyubdur. Deməli, Qafqazda, Güney Qafqazda Gürcüstanın, Azərbaycanın, Ermənistanın müstəqil dövlət olduğu çağlarda bu bir daha aktuallaşmışdı bu Qarabağ məsələsi. Və təbii ki, bu ermənilərin ürəyindən keçən bir məsələ idi ki, Qarabağ Ermənistana birləşdirilsin. Amma tarixi şərait heç vaxt onların xeyrinə işləməyib. Dəfələrlə məsələ qalxsa da bu həll olunmayıb. Hətta ikinci dəfə çox ciddi şəkildə Böyük Vətən müharibəsindən sonra gündəmə gəldi. Ermənistan birinci katibi Stalinə məktub yazmışdı ki, bəs Qarabağı Ermənistana vermək lazımdır. Eyni millətdə orada yaşayan, burada yaşayan, birləşməlidir Ermənistandan. O da Bağırovun üzərinə o məktubu göndərmişdi dərkənarına. Bağırov çox ağıllı bir cavab yazmışdı ona. Demişdi ki, madam ki, istəyirlər Qarabağı veririk, etiraz eləmirik. Amma əgər burada o prinsip nəzərdə tutulursa ki, Qarabağda da ermənilər var, Ermənistanda da ermənilər var, bunlar birləşməlidir. Təbii biz də o prinsipi əsas götürüb, Ermənistanda olan Azərbaycan türklərinin bölgələrini Azərbaycana birləşdirmək istəyirik. Yəni, dəyiş-düyüş eləyək. Və orada sadalamışdı Vedi Basarı, Göyçəni, bir neçə Azərbaycan türkləri yaşayan bir neçə böyük bölgəni. Onu görəndən sonra məsələ artıq yatit oldu. Niyə? Çünki gördülər ki, Bağırov çox ağıllı bir gediş eləyibdir. Yəni, hər dəfə Rus imperiyasının daxilində bir çaxnaşma olanda, bir dəyişiklik olanda bu məsələ gündəmə gəlirdi. 85-ci ildə bu bir daha başladı. Biz o işlərin içində idik. Yəni, hakimiyyətdə olmasaq da biz ziyalı kimi maraqlanırdıq, bilirdik. O vaxt Xankəndində bir universitet var idi, onun Azərbaycan bölməsi vardı. Orada bizimkilər, müəllim işləyənlər var idi, elə belə işləyənlər, tələbələr. Mütəmadi olaraq onlardan məlumat alırdıq. Və məlum olurdu ki, hələ 85-86-cı illərdə Moskva orada çox gizlin bir planla iş aparır. Kimlərin əlindən, Starovoytovanın, başqalarının əlindən onları göndərirdi, güya etnoqrafik ekspedisiyalar təşkil edirdilər. Onlar da gəlib yerdə vəziyyəti öyrənirdi, kimi hardan qaldırmaq lazımdır, hansı məsələləri gündəmə gətirmək lazımdır. Məsələ hazırlandı. 87-nin sonu, 88-in əvvəllərində artıq bu rəsmi meydanlara çıxdı da, ondan sonraki də aydındır. Biraz tarixdən niyə başladım? Ona görə ki, Qarabağ məsələsini bilməyənlərin çoxu Qarabağ problemindən necə gəldi danışır. Hələ öz arşını ilə ölçür. Bu çox ciddi məsələdir. Bu mənada, yəni son 20-30 ildə Qarabağ problemini izləsək, bu sizin verdiyi sual ki var, aprelin 2-5 arasında olan hadisələr, demək olar ki, son 30 ildə bizim üçün ən uğurlu günlər oldu. Niyə? Əvvəla, bəllidir ki, Qarabağı biz ermənilərlə vuruşmurduq. Ermənilərin arxasında, yəni bir tülkünün arxasında şir dayanırsa, təbii ki, o tülkü qurdu da basar, aynı da basar. Bunların arxasında böyük Rus imperiyası dururdu, Rus silahı dururdu, Rus hərbi ekspertləri dururdu. Biz bunları bilirdik. Əslində, cəbhədə Rus görsənmirdi.
Amma bütün işləri yönətən onlar idi, bütün onların planından gedirdi. Bu mənada bizim Qarabağda o rayonlarımızı, kəndlərimizi itirməyimiz normaldır, qarşısı alınmaz bir hal idi o dövr üçün. Və bu bizi biraz baş aşağı eləmişdi. Bizə bir utanç verici ovqat aşılamışdı. Məsəl üçün, mən Avropada olanda, Türkiyədə, başqa ölkələrdə olanda ki, Qarabağla bağlı suallar verirlər, düz adam xəcalət çəkir. Daxilən bir belə adam özünü aşağılamış hiss edirdi ki, o erməni dağların qabağından qaçmışıq, o torpaqlar qalıb erməni. Axı, erməni kimdir, onun nə gücü var biz? Tarixdə 150 dövlət qurulmuş bir millətik, amma bir oz ermənilərdir. Bu, çox utanç verici bir hisslər yaşayırdıq. Amma bu 4 gün məsələsi bizim üstümüzdən o, deyək ki, aşağılıq pərdəsini atdı. Artıq indi qürurla deyə bilər ki, bax, qardaş, görürsünüz. Deməli, imkan olanda, manos olmasalar, biz 3 günə, 5 günə, İrəvana qədər bizimkilər getmək qüdrətinə malikdir. Buyurun, baxın. Yəni, o hadisə bizim bir növ alnımızı açıq elədi, qürur verdi bizə, ovqatımızı bir növ bərpa elədi. Hələ bu, bunun mənəvi tərəfini mən deyirəm, bir də bunun praktik, hərbi tərəfi, tarixi əhəmiyyəti olduqca böyükdür. Və o hadisələr ən böyük əhəmiyyəti həm onda oldu ki, mənəvi baxımdan biz özümüzdə bir qürur hissi yaşadıq. İkinci bir əhəmiyyəti oldu ki, xarici dövlətlərin əksəriyyəti erməniləri dəstəkləmədi. Çünki da kör-gör, gör-gördür də, bunlar həyasızlığın o dərəcəsinə çatıblar ki, BMT qərarlarını yerinə yetirmirlər, beynəlxalq təşkilatları saymırlar, beynəlxalq sazişləri veclərini almırlar. Niyə? Çünki deyirlər ki, biz güclüyü istəsək, gedib Bakını da ala bilərik. Bu 4 gündə onların ağzı qırıldı. Və xarici dövlətlərdə, hətta olan ən yaxın dostlar olan dövlətlərdə onları ki, dəstəkləmədi və bugünə qədər onlar hələ özlərinə gəlməyiblər. Yəni, bizimkilər, bizim hərbiçilər erməni ordusuna və erməni ümumiyyətlə dövlətinə elə bir şillə vurdu ki, hələ o şillənin səsi uzun müddət qulaqlarında cingilləyəcək və şillənin ağrısı da hələ xeyli çəkəcək. Bir 30-35 ildir biz o mətbəxin içindən gələn adamlar. Qarabağ məsələsinin son 30 ildə müxtəlif həll yolları olub. Özdə hər dövlət başçısının dövründə onun bir cür həll yolu olub. Deyək ki, birinin dövründə, Vəzirovun dövründə olan həll yolu Mütəllibovun dövründə yox idi. Mütəllibovun dövründə olan həll yolu Elçibənin dönəmdə yox idi. Belə-belə, yəni hakimiyyətin strukturundan və dövlət başçısının xaricmasından asılı vəziyyətlər idi. Onların heç birini biz keçərləşdirə bilmədik. Daha doğrusu, bu hakimiyyətdə olanların əksəriyyəti ki, Rusiya ilə bağlıydılar, Rusiya imkan vermirdi. Yadınızda var da bu Ağdam məsələsi, Ağdərə məsələsi 5-6 kilometr qalmışdı Xan kəndinə, rəhmətli Elçibəyin vaxtında. Yəni, bir gündə davam eləsəydi, artıq Xan kəndində bizim əskərlər olacaqdı. Qarabağ məsələsi həll olunurdu. Yelçin zəng elədi ki, dayandırmasanız, uçaqları qaldıracam göyə. Ultimatum verir, neynəyəsən? Qaldırdı, Tiflisi gördük, məqinə çaldılar. Bu mənada müxtəlif dövrlərdə Qarabağ probleminin həllinə yaxınlaşmışıq, imkan olub, amma qabağımızı kəsiblər. Bu yandan Rusiya, o yandan İran həmişə altdan bunlara yardım edib, Avropa dövlətləri, Amerikanın özü. Hətta dərd buradadır ki,
Fələstin də bunlara yardım edir. Və ən böyük belə acınacaqlı hal odur. Türkiyə bizim qardaşımızdır, yəni bu məsələlər həmişə arxamızdadır. Amma fikir verin, Türkiyə Fələstini müdafiə edir, Fələstin də erməniləri müdafiə edir. Yəni belə bu beynəlxalq əlaqələrdə çox dolaşıq məsələlər var. Bununla əlbəttə Xarici İşlər Nazirliyində güclü analitiklər olmalıdır, bunların yolunu tapmalıdır, zamanında qarşısı alınmalıdır. Təəssüf ki, o sahədə biz çox zəifik, yerik.